Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə sizinlə elektrolitlər, qeyri-elektrolitlər, dissosiasiya dərəcəsi və dissosiasiya sabiti haqqında danışacağıq. Görürsünüz ki, lövhənin sağ tərəfində ən sadə elektrik dövrəsi çəkmişəm. Burada cərəyan mənbəyi, yəni akkumulyator, açar, lampa və naqillər göstərilib. Ən sadə elektrik dövrəsi. Açarı qapayanda lampa yanacaq, açarı açanda isə lampa sönəcək. Bu sxem bizim nəyimizə lazım olacaq bugünkü dərsimizdə? Biz bu sxemdən istifadə eləməklə nəzəri olaraq hansı maddələri suda həll etdikdə və yaxud dəritdikdə elektrik cəryanı keçirir, hansılar amma keçirtmir, onları nəzəri olaraq öyrənəcəyik sizdən. Belə bir tərif yazmışıq elektrolit və qeyri-elektrolitlərdən ötəri. Suda həll etdikdə və yaxud dəritdikdə elektrik cəryanı keçirən maddələrə elektrolit deyilir. Elektrik cəryanı keçirməyən maddələrə isə qeyri-elektrolit deyilir. Baxın, bu sxemdə naqilin buradan bir hissəsini götürürəm. Dövrəmiz tamamlanmadı, naqillər açıq qaldı. Açarı vursaq da lampa yanmayacaq. Və naqilləri uzadıb bir qaba daxil edəcəm. Məsələn, burada bir qab şəkili çəkək. Bu qaba müxtəlif maddənin məhlullarını əlavə eləməklə hansı maddənin məhlullarının və yaxud ərintilərinin elektrik keçirib, keçirmədiyini yoxlayacaq. Deməli, burada yazmışıq ki, elektrolitlər nələrdir? Yəqin görürsünüz, belə böyüdək. Danışdıq ki, suda həll etdikdə və ya əritdikdə elektrik cəryanı keçirən maddə elektrolitdir. Keçirməyən qeyri-elektrolit. Əvvəlcə elektrolitlərdən danışaq. Birinci halda qaba qələvi əlavə etsək, məsələn, qələviyə misal olaraq natrium OH yazdım. Yəni, natrium OH-ı suda həll eləsək, bu qaba daxil eləsək, açarı vursaq, lampa yanacaq. Yəni, qələvlərin suda məhlulları və yaxud da ərintiləri elektrik cəryanı keçirəcək. Deməli, qələvlər elektrolitdir. İkinci, götürmüşük turşular. Tutaq ki, ən sadə bir turşu yazıram, H-xlor. Yine H-xloru bu qaba əlavə etsək, suda həll edib əlavə etsək, açarı vursaq, lampa yenə də yanacaq. Deməli, turşuları da suda həll edəndə elektrik cəryanı keçirəcək. Elektrolitdilər. Bir də üçüncü, həll olan duz. Məsələn, yediyimiz xörək duzundan danışaq. Xörək duzunu suda həll edib bu qaba yerləşdirsək, burada qab yazaq, söhbət buradan gedir. Yerləşdirsək, açarı vursaq, lampa yanacaq. Deməli, duzların da suda məhlulu elektrik cəryanı keçirir, yəni bunlar da elektrolit olur. Deməli, qələvilərin, turşuların, duzların, söhbət həll olan duzlardan gedir, suda məhlulları və yaxud da ərintiləri elektrik cəryanı keçirir, ona görə bunlara elektrolit deyirik. Amma biz bu qaba, məsələn, dördüncü olaraq glukoza həll edib yoxlasaq, lampa yanmayacaq. Deməli, glukoza qeyri-elektrolitdir. Saxaroza istifadə etsək, C12, H22, O11, yediyimiz, yəni şəkər. Açarı vursaq, lampa yenə yanmayacaq. Demək, şəkər də qeyri-elektrolitdir. Eynən metil spirti, etil spirti, H2O, N2 qazlarını da suya daxil edib açarı vursaq, lampa yanmayacaq. Yəni, bunlar qeyri-elektrolit olacaqlar. Demək, elektrolitlər hansılar oldu? Qələvilər, turşular, həll olan duzlar. Bunların suda məhlulları və ərintiləri elektrik cəryanı keçirir. Amma glukozadır, saxarozadır, spirtlərdir, H2O, N2 qazlarıdır. Bunların suda məhlulları elektrik cəryanı keçirmir və bunlara qeyri-elektrolit deyirik. Bu bizim işimiz əsas elektrolitlərlə olacaq. Bu elektrolitlər cəryanı keçirir, bunu bildik. Amma elektrolitlərin içərisində elələri var, elektrik cəryanı çox yaxşı keçirilir. Elələri var, orta səviyyədə keçirilir. Elələri var, zəif keçirilir. Bu, lampanın parlaqlığı ilə müəyyən olunur. Lampa nə qədər parlaq yanırsa, deməli, elektrolit qüvvətlidir. Zəif yanırsa, zəifdir. Ortada qalarsa, belə deyək, orta qüvvətli elektrolit sayılacaq. Onun üçün biz burada sxemdə elektrolitləri 3 yerə bölmüşük. Qüvvətli elektrolitlər, orta qüvvətli elektrolitlər və zəif elektrolitlər. Qüvvətli elektrolitlər hansılardır? Hansı ki, orada lampa gür işığına yanacaq. Qələvilər, yəni qüvvətli metalların hidroksidləri. Litium OH, natrium OH, kalium OH, bu da qeyd eləmişik.
kalsium hidroksid və ya da barium hidroksid. Bu maddələrin suda məhlulları və ya da ərintiləri qüvvətli elektrolit sayılır. Çünki burada lampa daha parlaq işıqla yanır daha doğrusu. İkincisi, qüvvətli turşular. Yəni turşular, yuxarıda yazmışda turşular elektrolitdirlər, amma bunların içərisində qüvvətli olanları da var, orta qüvvətli olanları da var, zəif olanları da var. Qüvvətli elektrolit olanlar isə qüvvətli turşulardır. Onlar da hansılardır? Perxlorat turşusu, sulfat turşusu, nitrat turşusu, xlorid, bromid və yodid turşuları. Bu turşuların suda məhlulları və yaxud da ərintilərində lampa parlaq işıqla yanır. Üçüncü isə həll olan bütün duzlar. Nə qədər həll olan duz tanıyırıqsa, onların hamısı qüvvətli elektrolitlərdir. Biz keçmiş dərsdə duzlar keçmişdik. Duzların hansını həll olan, hansını həll olan olmadığı haqqında bir də dərsimiz olacaq bu mövzunun içərisində. Və yadda saxlayırıq, həll olan bütün duzlar qüvvətli elektrolitlər sayılacaq. Elektrolitlərin qüvvətli olmasını xarakterizə edən başqa kəmiyyətlər var, onları riyazi olaraq da öyrənəcəyik dərsin ortalarında. Orta qüvvətli elektrolitlər, məsələn, orta fosfat turşusu. Bu məhlulunda lampanın parlaqlığı qüvvətli elektrolitlərin məhlulundakı parlaqlıqdan zəif olur. Sulfit turşusu, maqnezium hidroksid və yaxud da oksalat turşusu. Bunlar olacaq orta qüvvətli elektrolitlər. Zəif elektrolitlər hansılardır? Məsələn, zəif turşular, karbonat, sulfid, borat, silikat, sirkə turşusu, amfoter hidroksidlər, bəzi həll olmayan əsaslar, ammonium hidroksid, bunlar zəif elektrolitlərə aiddir. Bunların məhlullarında və yaxud da ərintilərində lampanın gürlüğü həddən artıq zəif olur. Yəni, çox zəif olsa da, amma elektrik cəryan keçirə bilirlər. Bunlar da oldu zəif elektrolitlər. İndi sual meydana gəlir. Elektrolitləri suda həll etdikdə onlar necə olur ki, elektrik cəryanı keçirir? Məsələn, biz elektrolit olaraq ən sadə duz götürmüşdük, xörək duzu. Xörək duzunu suda həll eləyəndə bu iyonlara parçalanır. Natrium müsbət və xlor mənfi iyonlarına. Ya da qələvi götürürsək, natrium hidroksid. Bunu da suda həll etdikdə və yaxud da əritdikdə natrium müsbət və OH mənfi iyonlarına parçalanır. Ən sadə bir turşu yazsa, xlorid turşusu, suda həll etdikdə H müsbət, xlor mənfi iyonlarına parçalanır. Amma məsələn, CO12, H22, O11 saxaroza yazsaq, bu iyonlar əmələ gətirmir. Çünki qeyri-elektrolit demişdik ona. Demək, maddənin suda həll etdikdə və yaxud da əritdikdə iyonlara parçalanması sayəsində elektrik keçiriciliyi baş verir. Və yəqin ki, fizika kursundan da bilirsiniz, elektrik cəryanı yüklü zərrəciklərin nizamlı hərəkətinə deyilir. Qeyri-elektrolit dediyimiz maddələr, məsələn, saxaroz idi, şəkər idi, daha doğrusu saxaroz, şəkər eyni maddədir, glukozadır, fruktozadır, metil etil spirtləri və s. Bunları suda həll etdikdə iyonlar əmələ gətirmirlər deyə elektrik cəryanı keçirtmirlər. Amma duzları, qələviləri, turşuları suda həll etdikdə və yaxud da əritdikdə müsbət və mənfi iyonlar əmələ gətirir. Bu müsbət mənfi iyonlar elektrik cəryanının daşıyıcılarıdır. Nizamlı hərəkətləri sayəsində elektrik cəryanı əmələ gəlir. Onun üçün deyirik ki, elektrolitləri suda həll etdikdə elektrik cəryanı keçirməsinə səbəb onların iyonlara parçalanmasıdır. Eyni şey burada göstərmişik və qeyd etmişik ki, iyonlar suda məhlulda hidratlaşmış şəkildə olur. Hidratlaşmış iyon nə deməkdir? Məsələn, xörək duzu dediyimiz natrium xloridi suya atanda, suda həll etdikdə natrium müsbət hissəcidir, xlor da mənfi hissəcidir. Bildiyimiz su ki var idi, H2O. O da oksigen mənfi 2, H müsbət 1 kimi göstərirdi dərəcələrini və onu biz dipol formasında ifadə eləmişdik. Yəqin yadca gələ dərslərin birində. Bir tərəfinə müsbət, bir tərəfinə mənfi qoymuşduq. Demək, biz xörək duzunu suda həll edəndə su molekulları mənfi tərəfləri ilə duzun müsbət natrium tərəfinə yönəlir, onu da artır, özünə cəzb edir. Və nəticədə natrium iyonları xlordan ayrılır. Deməli, su mənfi tərəfləri ilə kənarda müsbətləri yerləşdirək. Natriumu çəkir özünə tərəf. Digər su molekulları müsbət tərəfləri ilə
xlor ionunu özünə tərəf çəkir. Və nəticədə duz parçalanır. Natrium müsbət və xlor mənfi ionlar əmələ gəlir. Bu natrium müsbət ionu ətrafında su molekulları mənfi tərəfi ilə toplanır. Mən çox çəkməyəcəm, şəkildən onsuz da görürsünüz orada. Mənfi tərəfləri ilə natrium ionu ətrafına toplanırlar. Xlor ionu ətrafına isə su molekulları müsbət tərəfləri ilə toplanırlar. Bax, bu ionlar hidratlaşmış ionlar adlanırlar. Burada da qeyd eləmişik, fikir verirsinizsə, A müsbət ion olduğuna görə ətrafında su mənfi tərəfləri ilə toplanıb, ionu hidratlaşdırır. B mənfi ion olduğuna görə su müsbət tərəfi ilə həmin ion ətrafına toplanır. Belə ionlar hidratlaşmış ionlar adlanır. Test toplusunda bununla bağlı suallar görəcəksiniz. Və demək, qeyd etdik ki, ionlar müsbət və mənfi olurlar. Müsbət ionlara deyilir kationlar, mənfi ionlara deyilir anionlar. Məsələn, müsbət ion metalların ionları, natrium müsbət, alüminium 3 müsbət, kalsium 2 müsbət. Bunlar hamısı kationlardır. Ya da ki, NH4 müsbət kationlara aiddir. Hidroksonium ionu da H3 müsbət kationlara aiddir. Sonu fikir verirsinizsə umla qutarır. Natrium, alüminium, kalsium, ammonium, hidroksonium və s. Bunlar kationlar sayılır. Mənfi ionlar anionlar sayılır. Məsələn, xlor mənfi, OH mənfi, SO4 2 mənfi, NO3 mənfi, PO4 3 mənfi və s. Bunların adları at, it və yaxud da id sonluğu ilə bitir. Əgər formullarla verilərsə müsbət olanlar kationlardır, adları adla verilsə isə sonu umla qutaranlar kationlardır. Və yaxud da yəni formulla verilərsə mənfi olanlar anionlardır, sonu at, məsələn sulfat, id, sulfid, id, sulfid, xlorid, bromid, bu sonluqlarla bitənlər də anionlara aid olacaq. Bax, burada da qeyd eləmişik. Məsələn, kationlar ammonium, hidroksonium, natrium, alüminium, anionlar isə sulfat, karbonat, nitrat, hidrosulfat və s. Demək, dərsin başlanğıcı danışdıq ki, elektrolitləri suda həll etdikdə onlar ionlara parçalanır və həmin o ionların sayəsində elektrik keçiriciliyi yaranır. Yəni, elektrikin daşınması baş verir. Elektrolitin ionlara parçalanmasına dissosiasiya deyilir. Məsələn, natrium, xlorid dissosiasiya edəndə əmələ gətirir natrium müsbət ionu və xlor mənfi ionu. Ya da başqası olsun, məsələn, nitrat turşusu suda həll etdikdə H müsbət və NO3 mənfi ion əmələ gətirir. İonların yenidən birləşib molekulu əmələ gətirməsinə isə assosiasiya deyilir. Demək, parçalanma dissosiasiya, birləşmə isə assosiasiya adlanır. Demək, dissosiasiya dönəm prosesi imiş. Əksi olan proses də adlanacaq assosiasiya. Belə bir şey, bunu da yadda saxlayaq. Danışdıq ki, elektrolitlər qüvvətli və zəif olurlar. Elektrolitlərin qüvvətli və zəif olmasını dissosiasiya dərəcəsi deyə bir anlayışla xarakterizə etmək olar. Dissosiasiya dərəcəsi alfa ilə işarə olunur, bərabərdir. Kiçik n bölünsün böyük n. Faizlə tapdığımıza görə bura bir 100%də yazırıq. Burada kiçik n dissosiasiya etmiş ionların sayıdır, böyük n isə məhlulda ola biləcək ümumi ionların sayıdır. Testlərdə misallar həll edəcəm ona aydın olacaq. Əgər məsələni həll edib alfanın qiymətini 30%-dən böyük alsaq, elektrolit qüvvətli elektrolitdir. Alfanın qiymətini 3%-dən aşağı alsaq, elektrolit zəif elektrolitdir. Alfanın qiyməti 3-dən böyük, 30-dan kiçik olarsa, bu da olacaq orta qüvvətli elektrolit. Demək, yadda saxlayacağımız bir şey də var bu düsturla bağlı. Məsələlərdə hər hansı bir maddəni suda həll etdikdə filan qədər ion əmələ gəlmişdir deyirsə, bu həmişə kiçik n olacaq. Böyük n-i biz maddənin dissosiasiya tənliyindən tapacağıq. Sonra düsturda yerinə qoyub alfanı tapacağıq. Dissosiasiya dərəcəsinə təsir edən amillər var. Nələrdən asılıdır dissosiasiya dərəcəsi? Dissosiasiya dərəcəsi qatılıqla tərs mütənasib asılıdır. Yəni, biz maddənin, duzun, turşunun, qələbinin üzərinə su əlavə etdikdə o daha da
yaxşı iyonlara parçalanır, dissosiasiya dərəcəsi artır. Bir qrafikimiz budur. Bir də zəif və orta qüvvətli, daha doğrusu zəif və qüvvətli elektrolitlərin dissosiasiya dərəcəsinə temperatur təsir edir. Zəif elektrolitlərdə temperatur artanda dissosiasiya dərəcəsi artır. Çünki zəif elektrolit iyonları çətin parçalanır. Temperaturun artırılması onun iyonlara parçalanmasını sürətləndirir. Amma qüvvətli elektrolitlər iyonlara parçalanmışdır, çünki qüvvətli idi. Temperaturun artırılması qüvvətli elektrolitin yaratdığı iyonların hərəkət sürətini artırır. O hərəkət sürətinin artması sayəsində həmin iyonların toqquşmalarının sayı çoxalır. Nəticədə toqquşmalar sayəsində iyonlar birləşib yenidən molekula qayıdırlar və nəticədə dissosiasiya dərəcəsi azalır. Yəni, qüvvətli elektrolitin dissosiasiya dərəcəsi temperaturdan tərs asılıdır, zəif elektrolitin dissosiasiya dərəcəsi isə temperaturdan düz mütənasib asılıdır. Sonra nə əlavə eləmişik? Dissosiasiya dərəcəsi qatılıqdan asılıdır dedik. Buna görə də deyir, çox vaxt dissosiasiya dərəcəsindən yox, dissosiasiya sabitindən istifadə edirlər. Dissosiasiya sabiti maddənin qatılığından asılı deyil, maddənin təbiətindən və temperaturdan asılıdır. Bu, sizlə keçdiyimiz tarazlıq sabiti ilə demək olar ki, eyni xassəni daşıyır, eyni xarakterə malikdir. Tarazlıq sabiti dönən reaksiyalarda istifadə edirdik. Məsələn, yazmışdı, bir dənə təkrarlayaq. Deyirdik ki, N2 üstə gəlinsin 3 mol hidrogen tarazlıqda 2 mol amoniak əmələ gətirirdi və deyirdi KT bərabərdir amoniakın tarazlıq qatılığı bölürdü. Tarazlıq qatılığında transkripsiyada göstərirdi. Əmsalı varsa kvadrat yazırdıq. Bölünsün azotun tarazlıq qatılığı, yəni azotun reaksiya girməyən qatılığı. Üstə gəlin vurulsun hidrogenin tarazlıq qatılığının kubu. Çünki əmsalında 3 var. Eyni bu düstur dissosiasiya sabitinə də aiddir. Məsələn, özdə dissosiasiya sabiti zəif elektrolitlər üçün hesablanılır. Məsələn, zəif elektrolit kimi götürmüşük sirkə turşusunu. Sirkə turşusu dissosiasiya eləyəndə H müsbət, bax bu H yazdım. Üstə gəlinsin CH3COO mənfi əmələ gəlir. Sirkə turşusunun dissosiasiya edən hissəsi də var, etməyən hissəsi də var. Onun üçün bunun dissosiasiya sabitini tapmaq üçün bunu KD ilə göstəririk. Əmələ gələn iyonların tarazlıq qatılığı, yəni H müsbətin tarazlıq qatılığı vurulsun, CH3COO-nun tarazlıq qatılığı bölünsün dissosiasiya etməmiş sirkə turşusu molekullarının tarazlıq qatılığına, CH3COO-H. Dissosiasiya edən iyonların tarazlıq qatılıqları hasilini dissosiasiya etməmiş molekulun tarazlıq qatılığına nisbətinə dissosiasiya sabiti deyilir. KD ilə işarə olunur. KD də maddənin təbiətindən və temperaturdan asılıdır, qatılıqdan isə asılı deyil. Bu KD dissosiasiya sabiti, bir də var dissosiasiya dərəcəsi, bir də var maddənin qatılığı, məhlulun qatılığı. Bunlar arasında belə bir asılılıq var. Alfa bərabərdir, kök altında KD bölünsün C. Deyini yaxşı yazaq. KD dissosiasiya sabiti bölünsün C. Buradan açıq aydın görsənir ki, alfa ilə KD düz mütənasib asılıdır, alfa ilə C tərs mütənasib asılıdır. Bu düstur Oswald'ın durlaşma qanununu ifadə edir. Qanunda deyilir ki, zəif elektrolitlərin qatılığını 100 dəfə azaldanda, məsələn, burada C-ni 100-ə bölsək, 100 qalxacaq yuxarı, vurulsun 100, yazacağım bura. 100-dən də 10 çıxırsa kök altında, bunu da buradan silib, qarşıya bir dənə 10 qoyacaq. Və alfa 10 dəfə artacaq. Yəni, zəif elektrolitlərin dissosiasiya, daha doğrusu qatılığını 100 dəfə azaldanda dissosiasiya sabiti 10 dəfə artır. Bununla bağlı test toplusunda suallar rast gəlməyəcəm. Mən azından belə bir asılılığın olduğunu yadda saxlayaq. Burada alfa ilə KD-nin asılılığı var. Kök altında düz mütənasib asılıdır. Kökü atsaq, alfa kvadrat bərabərdir. KD bölünsün C yazsaq. Buradan KD bərabərdir, alfa kvadrat vurulsun C. KD alfadan kvadratlıq düz asılı olacaq. Bu qrafik.
Amma qeyd etdik ki, tarazlıq, daha doğrusu dissosiasiya sabiti isə qatılıqdan asılı olmayan kəmiyyətdir. Deməli, danışdıq bu dərsin içərisində sizdən elektrolitlər və qeyri-elektrolitləri danışdıq. Elektrolit suda həll etdikdə və yaxud dəritdikdə elektrik cəryanı keçirən maddələrə deyilir. Turşular, duzlar, daha doğrusu turşular, qələvilər, həll olan duzlar elektrolitlərə aid idi. Glukoza, saxaroza, fruktoza, spirtlər, H2O, K2 qazları qeyri-elektrolitlərə aid idi. Elektrolitin suda həll etdikdə və yaxud dəritdikdə elektrik cəryanı keçirilməsinə səbəb onun da iyonlara parçalanması idi. İyonlar da iki yerə böldü. Müsbət, mənfi iyonları, müsbətlər kationları, mənfiləri aniyonlar dedi və s. Və dissosiasiya dərəcəsini tapmaq üçün belə bir düsturdan istifadə elədik. Bu düsturla bağlı məsələlər həll edəcəyik sizdən, amma bir dənə də balaca bir mövzumuz var. Qələvlərin, turşuların, duzların dissosiasiya tənliklərinə baxacaq, sonra misallara baxaq. Dərsin başlanğıcı danışdıq ki, qələvlər, turşular və həll olan duzlar elektrolitdirlər. Yəni, bunlar iyonlara parçalanırlar və məhlulları və yaxud dərintiləri elektrik cəryanı keçirir. İndi biz nə etməliyik? Öyrənməliyik ki, qələvlər, sonra turşular, bir də həll olan duzlar hansı iyonlara parçalanırlar? Hansıları birbaşa parçalanır? Hansıları mərhələli parçalanır? Onlara baxacaq. İlk olaraq qələvələrin dissosiasiyasından danışaq. Yazmışıq ki, qələvlər dissosiasiya etdikdə metalın kationu və OH mənfi anionu əmələ gətirən mürəkkəb maddələrdir. Ən sadə qələvi məsələn yazmışıq litium OH. Dissosiasiya eləsə litium müsbət iyon əmələ gələcək, OH mənfi. Dönəm proses olduğuna görə bir oxta belə qoymaq lazımdır. Daha ki, natrium hidroksidi dissosiasiya elətdirsək, əmələ gələcək natrium müsbət iyonu və OH mənfi iyonu. Ən çox istifadə etdiyimiz qələvələrdən biri də kalium hidroksidi. Əmələ gətirəcək kalium müsbət və OH mənfi iyonu. Litium hidroksid, natrium hidroksid və kalium hidroksid bunlar bir turşulu əsaslardır. Yəni OH-ları 1 moldur. Bir turşulu əsaslar bir mərhəliyə dissosiasiya etdi. Gördük bunu. Amma iki turşulu əsaslar, məsələn, kalsium hidroksid 2 mərhəliyə dissosiasiya edəcək. Yuxarıdakı tənliklərdən görsəndi ki, qələvləri dissosiasiya etdirəndə OH mənfi iyonları əmələ gəlir. Kalsium hidroksidin tərkibində 2 mol OH iyonu olduğuna görə birinci mərhələdə OH-ın biri ayrılacaq, yerdə qalacaq kalsium OH müsbət. Mənfi ilə müsbət cəmi 0 eləməlidir. O qədər OH-ı mənfi yazdımsa, kalsium OH-ı da müsbət yazdım. İkinci mərhələdə isə o kalsium OH müsbət də dissosiasiya edəcək, zəif də olsa alınacaq. Yenə OH mənfi yazın birinci, eyb yox. OH mənfi yerdə qalacaq kalsium 2 müsbət. Mənfi ilə 2 müsbətin də cəmi eləyir 1 müsbət. Ona görə kalsium 2 müsbət yazdım. Həm də kalsium valentili 2-dir. Tənlikdən görsəndi ki, kalsium hidroksid 2 turşulu əsası olduğuna görə 2 mərhəliyə dissosiasiya elədi. Amma biz istəsək, kalsium hidroksidin dissosiasiyasını məsələdə də rast gələcək. Birbaşa da yaza bilərik. Birbaşa necə yazacaq? Demək, danışdıq ki, qələvlər dissosiasiya edəndə metalın kationu yaradır. Kalsium kationu 2 valentili olacaq. 2 müsbət qoydum. Üzərinə gəl. OH 2 moldur. Burada indeksini görürsünüz. Olacaq 2 mol OH mənfi. Bu da oldu kalsium hidroksidin birbaşa dissosiasiya tənliyi. Ya da məsələn, barium hidroksidin dissosiasiya tənliyini birbaşa yazmaq istəsək, əmələ gələcək barium 2 valentili olduğuna görə 2 müsbət, üstə gəlinsin 2 mol OH mənfi. 1 mol barium var, 2 mol da OH var. Cəmi 3 mol iyon əmələ gəldi. Bu oldu qələvlərin dissosiasiya tənlikləri. Və fikir veririksə, görürük ki, istənilən qələvi dissosiasiya eləyəndə OH mənfi iyonları əmələ gəlir. Ona görə OH mənfi, yəni hidroksil iyonlarına qələvlərin xarakterik iyonu deyilir. Məsələn, biz keçmiş dərslərdə bilirdik ki, qələvlər lakmusun rəngin göyərdir. Deməli, lakmusu göyərdən hansı iyonlarıymış? OH mənfi iyonlarıymış. Çünki OH mənfi iyonları bütün qələvlərin dissosiasiyasından əmələ gəlir. Və yaxud da fenolftalini moruğu rəngə salan OH mənfi iyonlarıymış. Bunu diqqətə saxladıq. Demək, harada görsəz OH mənfi iyonu bu qələvi mühiti göstərəcək. Orada qələvin olduğunu göstərəcək. Yəni OH iyonları qələvlərin xarakterik iyonları olacaq. Bu qələvlər haqqında.
Sonra turşuların dissosiasiyasından danışaq. Sadə 2 dənə turşu yazacağım. H-xlor və HNO3. H-xlor dissosiasiya eləsə əmələ gələcək H müsbət və xlor mənfi iyonu. Yəni turşular dissosiasiya elədikdə kation kimi H müsbət, anion kimi turşu qalığı əmələ gətirirlər. Məsələn, HNO3 dissosiasiya eləsə H müsbət, yerdə qalacaq NO3 mənfi. Bir də məsələn sirkə turşusunun dissosiasiyasını yazsaq, bu H axırıncı H əsaslığı göstərən H-ı yazdım birinci, yerdə qaldı CH3COO mənfi. Bu yazdığımız turşular bir əsaslı turşulardır. Bir əsaslı turşular bir mərhələyə dissosiasiya edir və turşuların dissosiasiyasında həmişə H müsbət iyonları əmələ gəlir. Bir əsaslı turşular bir dəfə dissosiasiya edirlər, amma çox əsaslı turşular əsaslıqlarına bərabər sayda mərhələyə dissosiasiya edəcəklər. Məsələn, sulfat turşusunun dissosiasiyasından danışsaq, 2 əsaslı turşudur. Birinci mərhələsində hidrogen müsbət, yerdə qalacaq HSO4 mənfi. Yəni hidrogenin biri ayrıldı, biri qaldı. HSO4 yarandı. İkinci mərhələsində isə həmin HSO4 mənfi iyonu da zəif də olsa dissosiasiya eləyəcək H müsbət, yerdə qalacaq SO4 2 mənfi iyonu. Birbaşa yazmaq istəsək, sulfat turşusunun dissosiasiya tənliyini yazarıq H2SO4 dissosiasiya eləyəcək. Baxın, 2 mol hidrogen var. Yazaram buradan 2 mol hidrogen müsbət iyondur. Yerdə qaldı SO4, o da 2 valentlidir, olur 2 mənfi. Bu da birbaşa reaksiyası. Məsələn, ortofosfat turşusundan danışsaq, ortofosfat turşusu 3 əsaslı turşudur. Birinci mərhələsində əmələ gələcək H müsbət, yerdə qalacaq H2PO4 mənfi. İkinci mərhələsində həmin o H2PO4 mənfi dihidroortofosfat iyonu dissosiasiya eləyəcək yenə də H müsbət. H-in biri getdi, qaldı HPO4. Bu olacaq 2 mənfi. Hidrogen azaldıca mənfilər çoxalır. Üçüncüsündə HPO4 2 mənfi də dissosiasiya eləyəcək, olacaq H müsbət, yerdə qalacaq PO4 3 mənfi. Artıq burada hidrogenlərin sayı qutardı deyə mərhələ də bitdi. 3 əsaslı turşu olduğuna görə ortofosfat turşusu 3 mərhələyə dissosiasiya elədi. Amma dissosiasiyasını birbaşa yazmaq istəsək, burada 3H müsbət var, yazaram 3 mol H müsbət iyonu, yerdə qalır PO4 3 mənfi. Yadda saxlayın, dissosiasiya tənlikləri mərhələli olarsa, ən asan baş verən birinci mərhələnin dissosiasiyasıdır. Ən çətin baş verən sonuncu mərhələdir. Yəni, getdikcə dissosiasiya çətinləşir. Bunu yadda saxlaya bilərsiniz. Testdə bununla bağlı suallar olacaq. Və bu qədər turşuların dissosiasiyasını yazdıq. Hamısında H müsbət iyonlarının yarandığını gördük. Deməli, H müsbət iyonları turşuların xarakterik iyonu imiş. Və lakmusu qızardan elə H müsbət iyonlarıdır. Və maraqlısı odur ki, biz turşuları suda həll edəndə H müsbət iyonu kəmələ gəlir. O, su ilə reaksiya daxil olur, birləşmə reaksiyasına daxil olur. Buradan yadınıza gələrsə, hidroksonium iyonu yaranır. H müsbətin burada bir boş orbitalı var idi. Oksigenin cüt elektronları var idi. Bu cüt elektronlar boş orbitala verilir. Donor-akseptor mexanizmlə hidroksonium iyonu yaranır. Hidroksonium iyonunda oksigen donor idi, hidrogen də akseptor idi. Deməli, turşuları həll etdikdə suda həmişə olan iyon hidroksonium iyonu olacaq. Daha doğrusu məhlulda olan iyon hidroksonium iyonu olacaq. Çünki yaranmış H müsbət iyonları su ilə birləşəcək. Bu da turşuların dissosiasiyası haqqında. Duzların dissosiasiyasından danışaq. Duzlar dissosiasiya etdikdə metal kationu və turşu qalığı aniyonu əmələ gətirən mürəkkəb maddələrdir. Və biz sizdən duzlar dərsindən yadınıza gələrsə, onları bölmüşdük. Normal duzlar, turş, əsasi 2 qat və qarışıq duzlara, kompleks duzlar da var idi, amma onu öyrənmirdik orta məktəbdə. İndi burada nə danışacaq? Hansı duzlar birbaşa dissosiasiya edir, hansı duzlar mərhələli dissosiasiya edir? Normal duzlar birbaşa dissosiasiya edəcək. Normal duza misal gətirək. Başqa duzlar da var birbaşa dissosiasiya edən. Əvvəlcə normaldan başlayaq. Məsələn, ən sadə normal duz tutaq ki, natrium xlorid. Dissosiasiya eləsə metal müsbət, xlor mənfi iyon əmələ gətirəcək.
Məsələn, olsun kalium NO3 normal duz. Dissosiasiya eləsə kalium müsbət, NO3 mənfi yaranacaq. Olsun, məsələn, natrium 2SO4. Burada 2 natrium görürük. Deməli, əmələ gələcək 2 mol natrium müsbət, yerdə qaldı SO4, 2 mənfi. Məsələn, olsun kalium 3PO4. Dissosiasiya eləsə 3 kalium müsbət, 3 mol kalium var idi, yerdə qaldı PO4, 3 mənfi. Məsələn, olsun ferrium xlor 2. Dissosiasiya eləsə 1 mol dəmir, dəmir ekvivalentidir burada 2 müsbət, 2 xlorumuz qaldı, o da mənfi olacaq. Məsələn, olsun alüminium xlor 3. Dissosiasiya eləsə alüminium 1 moldur, elə alüminium 3 müsbət, çünki 3 valentlidir. 3 mol xlorumuz var, o da mənfi. Beləsini yazaq, məsələn, alüminium 2SO4, 3. Dissosiasiya eləsə 2 alüminium var, olacaq 2 alüminium 3 valentlidir, 3 müsbət, yerdə qaldı 3 mol SO4. O da ekvivalentlidir, 2 mənfi olacaq. Bu tənliklərdən gördük ki, normal duzlar hamısı birbaşa dissosiasiya elədi. Məsələn, belə bir duzda yazacaq, testlərdə rast gələcək NH4 xlor, ammonium xlorid. Burada əmələ gələcək NH4 müsbət iyonu, bir də xlor mənfi. Ya da məsələn NH4 2SO4 yazsa, bu da normal duzdur. Dissosiasiya eləyəcək 2 mol NH4'ümüz var, 2 var indeksində. Müsbət iyon, yerdə qaldı SO4, 2 mənfi iyonu. Demək, normal duzların dissosiasiyası birbaşa baş verdi. Sonra birbaşa dissosiasiya edən duzların bir növü də 2 qat duzlardır. Məsələn, natrium, kalium, SO4. Bir dəfə dissosiasiya edir. Əmələ gəlir natrium müsbət, kalium müsbət, yerdə qalır SO4, 2 mənfi. Birbaşa dissosiasiya edən duzların biri oldu, 2 qat duzlar. Sonra qarışıq duzlar da birbaşa dissosiasiya edir. Məsələn, kuprium xlor NO3. Mis 2 xlorid nitrat. Mis parçalanır, 2 valentlidir, 2 müsbət, xlor mənfi və NO3 mənfi. Normal, 2 qat və qarışıq duzlar birbaşa dissosiasiya elədi. Qaldı turş duzlar. Turş duzlar bir də əsasi duzlar. Turş və əsasi duzlar mərhələli dissosiasiya edir. Yadda saxlayacağımız şey nədir? Turş duzların dissosiasiyasının birinci mərhələsində nə əmələ gəlir? Metalın kationu, yəni natrium müsbət. Yerdə qalır HSO4 mənfi. İkinci mərhələsində zəif də olsa, HSO4 mənfi də dissosiasiya eləyəcək, olacaq H müsbət və SO4, 2 mənfi. Demək, turş duzların dissosiasiyasının birinci mərhələsində yadda saxlayırıq, metal kationu əmələ gəlir. Əsası duzlardan məsələn kalsiyum, OH, xlor götürsək. Əsası duzların birinci mərhələsində turşu qalığı anion əmələ gəlir. Xlor mənfi, yerdə qaldı kalsiyum, OH müsbət. İkinci mərhələsində çox zəif olsa da kalsiyum, OH müsbət dissosiasiya eləyəndə kalsiyum 2 valentlidir. 2 müsbət, yerdə qalır OH mənfi iyonu. Bu da əsası duzlara aid mərhələli dissosiasiya tənliyi. Bu qədər dissosiasiya tənliyi yazdıq duzlarla bağlı. Bunların heç birində ortaq iyon yoxdur. Məsələn, burada natrium var, burada heç natrium yoxdur. Bunda natrium var. Məsələn, burada SO4 var, bunların heç birində SO4 yoxdur. Burada xlor var, məsələn, burada xlor iyonu yoxdur. Burada NH4 var, amma məsələn, burada NH4 iyonu yoxdur. Yəni, nəyi demək istəyirik? Duzların dissosiasiyasından ortaq bir iyon əmələ gəlmir. Yəni, məsələn, turşularda H müsbət ortaq iyon idisə, xarakterik iyon, qələvilərdə OH mənfi idisə, duzların belə xarakterik iyonu yoxdur. Bunu da yadda saxlayırıq. Sonra duzların eyni mol miqdarda götürüb suda həll etdikdə hansı daha yaxşı elektrik cəryanı keçirərlə bağlı suallar rast gələcək. Hansı duzun dissosiasiyasından daha çox iyon əmələ gələrsə, o daha yaxşı elektrik cəryanı keçirəcək. Məsələn, alüminium sulfatın 1 molundan 5 mol iyon əmələ gəlir. 2 mol alüminium, 3 mol SO4. Bunun keçiriciliyi digər duzların keçiriciliyindən daha yaxşı olacaq, çünki iyonların sayı daha çoxdur. Belə, indi sonda bir işi qaydamız da var, amfoterlərlə bağlı. Amfoter hidroksidlər
dissosiasiya etdikdə həm H müsbət, həm də OH mənfi ionları əmələ gətirə bilən maddələrdir. Ona görə biz onlara amfoter deyirik. Məsələn, amfoterlərdən tanıdığımız sink hidroksid var. Bu sink hidroksidi biz həm də H2 sink O2 kimi yaza bilərik. Yəni, möhtəzən açanda H2 dənədir, sink bir dənədir, oksigen 2 dənədir. Bu maddələr, yəni eyni maddədən onsuz da, çox zəif də olsa dissosiasiya edə bilirlər. Məsələn, buradan OH mənfi ion əmələ gələ bilir. İkincisində isə az da olsa H müsbət ion əmələ gələ bilir. Demək, dissosiasiya edəndə eyni zamanda həm H müsbət, həm də OH mənfi ionlar əmələ gətirən maddələr amfoter hidroksidlər adlanırmış. Növbəti dərsimiz ion mübadilə reaksiyası olacaq, amma bugün günlər danışmırıq. Çünki dedik ki, dissosiasiya dərəcəsi ilə bağlı biraz məsələ misallara da baxmaq lazımdır. Növbəti dərsimizdə isə bu ion mübadilə reaksiyaları, elektroliz və hidroliz ilə bağlı danışarıq. İndi biz test toplusu birinci hissədən dissosiasiya dərəcəsi ilə bağlı, bax bu düsturla bağlı hesablamalara baxaq. Birinci hissə test bankından danışdıq ki, elektrolitik dissosiasiya sabiti, dissosiasiya dərəcəsi ilə bağlı testlərin izahlarına baxacağıq. Burada ilk mövzu dissosiasiya ilə bağlıdır. Elektrolitlər və qeyri-elektrolitlərlə bağlı suallar var. Bunları məncə özünüz də rahatçılıqla həll edə bilərsiniz. Burada mənim izah edə biləcəyim bir şey yoxdur. Yəni, sadə misallardır. Əsas bu günləri sizlə baxaq. Dissosiasiya dərəcəsinə aid hesablamalara və elektrolitik dissosiasiyaya aid hesablamalardan birinci suala baxaq. Yazılıb Fe22SO4 3-ün 2 molunun tam dissosiasiyası zamanı neçə mol ion əmələ gələr? Mən çalışıb hər suala oxşar bir sual izah edəyərəm, qalanlarda siz özünüz həll edərsiniz. Demək, birləşmə verilib Ferrim 2, SO4 3. Tənli də yazmaya ehtiyac yoxdur. Açıq aydın görsənir, burada 2 mol dəmiri var. 3 molda SO4 ionu var. Yəni, buradan əmələ gələn ionların sayı 2 üstə gəlinsin 3. Eləcə 5 mol ion. Biz amma deyir, 2 molundan neçə mol ion əmələ gələcək. Deməli, 1 molundan 5 mol ion əmələ gələrsə, 2 molundan da 10 mol ion əmələ gələr. Cavab eləyəcək A variantı. İkinci misal eyni oxşarda qalsın sizə. Üçüncü misal dissosiasiya dərəcəsi ilə bağlıdır. Nömrə 3. Hər 200 molekulundan 170-i dissosiasiyaya uğrayan elektrolitin dissosiasiya dərəcəsi neçə faiz olar? Dissosiasiya dərəcəsi alfa bərabər idi. Kiçik n bölünsün böyük n vurulsun 100. Bu da bərabərdir. Hər 200-dən 170-i dissosiasiya uğrayıb. Biz danışmışdıq ki, kiçik n dissosiasiya etmiş ionların sayıdır. Yəni, uğrayanlar 170-dir. Ümumi ionlar isə 200-dür. Molekullar daha doğrusu vurulsun 100%. Bu deyəcək 85%. Bunlar qalsın sizə. 6-cı misalda reaksiyasında sirkə turşusunun qatılığını artırdıqda sirkə turşusunun dissosiasiya sabiti necə dəyişər? Dissosiasiya sabiti qatılıqdan asılı deyil danışmışdıq. Yəni, A variantı olacaq cavabımız. 7-ci misal da 3-cü misal oxşar misalda onu izah eləmirəm, qalsın sizə. 8-ci misalı yazaq. 1 mol natrium hidroksidi suda həll etdikdə məhlulda əmələ gələn ionların ümumi sayı 9,3-13,3-dür. Məhlulda əmələ gələn ionların ümumi sayı biz danışdıq ki, məsələnin şərtində say verilərsə bu kiçik n-i göstərəcək. O da ümumi sözü çaşdırmasın. Demək, kiçik n bərabər 9,3 vur 10^23. Bunu da 6,2 böləndə eləyir 1,5 mol. İon əmələ gəlir. Bu kiçik n-dir. Qələvinin dissosiasiya dərəcəsini tapın, yəni alfanı axtarırıq. Alfa da bərabərdir. Kiçik n bölünsün, böyük n vurulsun 100% olduğuna görə kiçik n-imiz məsələn şərtində verilmişdir və yadda saxlayırıq böyük n-i danışdı dərsin içərisində. Həmin o şərtdə verilən maddənin dissosiasiya tənliyindən tapırıq.
Şərtdə verilən maddəmizdə natrium hidroksiddir. Bu dissosiasiya eləyəndə natrium müsbət ilə OH mənfi ion əmələ gətirəcək. Şərtimizdə natrium hidroksid 1 mol verilib. Yazıram üzərindən elə 1 mol. Əmələ gələn ionların hamısının sayına bir dənə böyük N deyirəm. Bu da əmsalı özü 1 moldur. Əmələ gələn ionların sayı burada 2 moldur. 1 natrium, 1 də OH. Tənasib quranda N bərabər eləyəcək. 2-ni 1-ə vuranda 2. Dissosiasiya dərəcəsini axtarırıqsa, kiçik N bölünsün böyük N danışmışdıq. Kiçik N 1,5 tapmışıq. Məsələdə verilib əslində. Böyük N 2 tapdıq. Vurulsun 100%. Bu da 75% eləyəcək. Deməli, şərti oxuduq. Şərtin içərisində əmələ gələn ionlar vermişdi. Həmin o ionlar kiçik N-lə ifadə elədik. Böyük N-i yadda saxlayırıq. Maddənin dissosiasiya tənliyindən tapırıq. Düsturda yerinə qoyduq, hesabladıq. 9-cu misala da baxaq. Sonra oxşar misalda saxlayaq sizə. Nömrə 9. Deməli, yazıb dissosiasiya dərəcəsi 80% dirsə, yəni alfa bərabər 80% dirsə, 1,25 mol natrium OH edilərsə, neçə mol ion əmələ gələr? Yenə də məsələnin şərtində ionların sayını versələr də, soruşsalar da, bu həmişə kiçik N, yadda saxlayın. Kiçik N. Böyük N isə tapılacaq reaksiyanın tənliyindən. Maddəmizdə bizə natrium hidroksid verilib. Natrium hidroksidi danışdıq bundan qabaq. Dissosiasiya elətdirsə, natrium müsbət, bir də OH mənfi əmələ gələcək. Natrium hidroksid bizə 1,25 mol verilib. 1,25. 1 molundan 2 mol ion əmələ gəlibsə, 1,25 molundan da əmələ gələcək böyük N. Dissosiasiya sından əmələ gələn maksimum sayda ionların sayı. Böyük N dedik ona. Böyük N də bərabər 1,25 2-yə vuranda olacaq 2,5. Baxın, böyük N-imiz var, alfamız var, qalıb kiçik N-i tapmaq. Düsturda alfa bərabər kiçik N bölünsün böyük N vurulsun 100%-dirsə, kiçik N də bərabər olacaq alfa vurulsun böyük N bölünsün 100. Alfanın qiyməti neçə faizidir? 80% yazıb vermişdilər. 80 vurulsun 2,5 bölünsün 100. 2,5-dən 100 getsə burada qalacaq 40. 80-i də 40-a böləndə olacaq 2 mol. Cəmi neçə mol ion əmələ gələr? Biz tapdıq ki, 2 mol ion əmələ gələcək. Onu da vururıq 6,2-yə. Çünki 1 moldakıların sayı 600-dəki 10^23 idi. Cavab da olacaq 1,204 10^24. Yəni A variantı olacaq. Burada oxşar suallar var. Bunları saxlayıram sizə. 13-cü misala baxaq. $400 milli, yəni V. 400 milli məhlullar dərsindən bilirdi. Bu eləyir 0,4 litr. 0,5 M, yəni molyar qatılıq C 0,5 imiş. V varsa, C varsa, burada nü tapacaq. Nü də bərabər C vurulsun V idi. Niyə? Çünki molyar qatılıq C bərabər nü bölünsün V düsturunu bilirdik. Molu tapsaq, demək C-ni vurduq V-yə. C 0,5, V 0,4, demək nü bərabər oldu 0,2 mol. Hansı maddə? X xlor N. Deməli 0,2 mol, 10-2 mol X xlor N-imiz var. Deyir, burada xlor ionlarının mol sayı 0,6-dır. Yəni 0,2-ni N-ə vursam, 0,2 vur N bərabər 0,6 eləməlidir. N deyiləcək 3. Yəni D variantı. 14 qalsın sizə oxşardır. 15-ci suala da baxa bilərik. Nömrə 15. Birinci qabda nə verilib bizə? 2 molyar, yəni C bərabərdir 2, V də 1 litr. Ferin brom 3 verilib. Buradan nü tapsaq, nü bərabər yenə CV-dirsə, C-ni V-yə vurdum, oldu 2. Mol, ferrim xlor 3, birinci qabımızda. İkinci qabda yenə 2 molyar, C bərabərdir 2, V də 2 litr verilib. Kalin bromid. Burada da nü tapsaq, C-ni vurduq V-yə, olacaq 2,2-nin 4 mol. Kalin bromid.
Nə soruşur, nə şərtlər verib bizə? Dissosiasiya 100%-lər, yəni tamamilə iyonlara parçalanma baş verəcək. Hər iki qabda eyni sayda iyon var soruşur. Baxın, feryum xlor 3-də dəmir 1, xlor 3 4 iyon var. 2 də əmsalı varsa, 2-ni 4-ə vursam edir 8 mol iyon. Kalium bromiddə 1 kalium 1 brom varsa 2 mol iyon var. 4 də əmsalında varsa bu deyir 8. Deməli, eyni sayda iyon var, doğruymuş. Bunu bildik. Sonra deyir ki, 2-də dəmir 3 müsbət ilə kalium müsbət iyonların molyar qatılığı eynidir. Deməli, birinci qabda dəmir 3 müsbətin molyar qatılığını tapmaq istəsən, burada dəmirin sayına baxın, bax 2 mol dəmiri var. Yəni yazmalıyam 2 bölünsün, məhlulumuzun həcmi də 1 idi. Elə beləcə 2. İkinci qabda kalium iyonunun molyar qatılığını tapmaq istəyirəmsə, N bölünsün V-dirsə, baxın, kalium burada 4 moldur. Demək, 4-ü bölməliyəm, qabın da həcmi 2 idi. Elə bu da 2 eləyəcək. Baxın, hər ikisi 2 oldu. Deməli, dəmir və kalium iyonlarının molyar qatılığı da eyniymiş. Bunu da öyrəndik. 3-də yazılıb, hər iki məhlulda eyni sayda brom iyonu var. Amma bu səhv olacaq. Çünki birinci maddəmizin brom iyonları, üzrlüsən, bu brom iyonmuş, mən xlor yazmışam. Düzəldək. İlk hesablamalarımızda bir dəyişiklik olmayacaq, narahat olmayın. Demək, 2-ni 3-ə vuranda burada 6 mol brom iyonu var. 4-ü 1-ə vuranda isə 4 mol brom iyonu var. Demək, brom iyonların sayı eyni deyilmiş, 3 olur səhv. Cavab qaldı 1-dən 2. 16-cı misala baxaq. Qrafikdə 0,1 mol XM, YO4, M birləşməsinin iyonlara tam dissosiasiyası göstərilib. Deyək, bu birləşmənin formülünü müəyyən edin. Yadda saxlayaq, belə bir suallar maddə miqdarı mol dərsində var idi. Birləşmənin formulu onun 1 molunun yazılışı deməkdir. Bizə maddəmə 0,1 mol verilib. 0,1 molu 1 mol eləmək üçün 10-a vırsaq, onda biz bu yaranan iyonları da 10-a vurmalıyıq. Onda X-in sayı eləyəcək 2, YO4-ün sayı eləyəcək 3, 10-a vurandan sonra. Olacaq X2, YO4, 3, yəni A variantı. 17 qalsın, siz ona oxşardı. 18 A oksidləşmə dərəcəsi ilə bağlı sualı sizə qalsın. 19 ilə bağlı suallar, oxşar suallar yazdıq, sizə qalsın. 21-ci misala baxaq. Nömrə 21. 1 mol sirkə turşusunu suda həll etdikdə 3,1 10 üstü 22. Yəni 0,13 olsaydı 0,10 yaxşı yazın buradan. Demək, kiçik M bərabərdir. 3,1 10 üstü 22. 10 üstü 23 olsaydı 0,5 mol olardı. Bu oldu 0,5 mol. Nə iyonu yaranıb? H müsbət iyonu, hidrogen iyonu. Baxın. Bütün iyonlardan söhbət getmir. Hidrogen iyonundan söhbət gedir. Əmələ gəlib. Turşunun dissosiasiya dərəcəsini tapın. Alfa bərabər sual. Biz buradan böyük N tapmalıyıq. Amma böyük N məsələ qurulub hidrogen üzərində. Ona görə biz də hidrogen iyonunun sayını tapmalıyıq dissosiasiyadan. Sirkə turşusu CH3COOH-dır. Bu dissosiasiya eləyəndə bu H müsbət əmələ gələcək. Bir də CH3COO mənfi. Maddəmiz 1 mol verilibsə, elə 1 molda H müsbət əmələ gəlməlidir. Yəni, böyük N hidrogen iyonların sayı olacaq elə 1 mol. Çünki 1 molundan 1 mol H müsbət əmələ gəlib. Dissosiasiya dərəcəsi alfa bərabər kiçik N bölünsün böyük N-dirsə, kiçik N-i 0,5 tapdıq, bölünsün 1, vurulsun 100%. Elə bu da neçə eləyər? 100-ə vuranda 5% əmələ gələr. Yəni C variantı. 22 qalsın sizə. 23-ü həll elə 24 sizə qalar. Nömrə 23. 2 mol kalium iyonu suda həll etdikdə A mol iyon əmələ gəlib. Yenə dediyimiz kimi, həmin bu A mol iyon kiçik N-i göstərir. Kiçik bərabərdir A mola. Dissosiasiya dərəcəsini tapırıqsa alfa bərabər sual. Onda böyük N tapmalıyıq yenə də. Böyük N maddənin dissosiasiya tənliyindən tapılır danışmışdıq. Kalium iyonu dissosiasiya eləyəndə kalium müsbət və NO3 mənfi əmələ gətirir.
Görürsünüz ki, burada 1 mol maddə dissosiasiya eləyəndə 2 mol iyon yaradır. Bizə amma kalium NO3 2 mol verilmişdi. 2 molun da dissosiasiyasından bura bir dənə böyük N yazaq. Əmələ gələcək. Böyük N də bərabər olacaq 2-nin 4-ə. Qaldı dissosiasiya dərəcəsini tapmaq. Kiçik N bölünsün böyük N. Yəni A bölünsün 4 vurulsun 100. Bu da eləyəcək 25A. Bu bir misala qalsın sizə oxşardılar. 26-cı suala da baxa bilərik. Nömrə 26. Dissosiasiya dərəcəsi 80% olarsa 2 mol kalsium nitratı suda həll etdikdə hansı ifadələr doğru olar? Suda məhlul üçün hansı ifadələr doğru olar? Bunu düstursuz fransız həll edək. Kalsium nitrat, kalsium NO3 2. Dissosiasiya eləsə kalsium 2 müsbət və 2 mol NO3 mənfi iyonu yaradacaq. 2 mol kalsium nitrat verilir, amma dissosiasiya dərəcəsi 80%-dir. Yəni 2-nin 80% dissosiasiya eləyəcək. Yəni 1,6 mol dissosiasiya eləyəcək. Yazdım bura 1,6. Özü 1 moldur. 1 moldan 1 mol kalsium 2 mol NO3 yaranırsa, elə 1,6-dan da 1,6 kalsium yaranar. 3,2-də NO3 iyonu əmələ gələr. 2 dəfə artıq. Baxaq variantlara. 1,6 mol kalsium var, doğrudur. 1,6 NO3 var, səhvdir 3,2 var. Çünki 1-ə 2 olanda 1,6 3,2 eləməlidir, səhvdir. İyonların ümumi sayı 1,6 ilə 3,2-nin cəmi 4,8 eləyər. Demək, 3 də doğrudur, cavab 1-3 eləyəcək. 27-yə də baxaq. Qrafiklə olanlar bəzən uşaqlar arasında çətinlik yaradır. Suda məhlulda maqnezium xlorki duzunun dissosiasiyasının qrafikinə əsasən deyirsə, maqnezium xlorkin dissosiasiyasını yazanda əmələ gəlir burada maqnezium 2 müsbət və 2 xlor mənfi iyonu. 2 xlor var, 2 xlor mənfi iyon yarandı. Qrafikdə fikri verirsinizsə, 2 dənə artan əyri var. Artan əyri əmələ gələnləri göstərir. Və buradan göstərir ki, 1 mol maqneziuma 2 mol xlor düşür. Xlor iyonları maqneziumdan çoxdur. Burada da yuxarıdakı iyonlar aşağıdakı iyonlardan çoxdur. Yəni, yuxarıda olan bu 16 xlora aiddir. Demək, 2-yə 1-dirsə, onda 16-ya da 8 maqnezium düşəcək. Bu bizə lazım deyil, amma elə belə yazdım. Bizə deyir, maqnezium xloridin dissosiasiya dərəcəsini tapın. Maqnezium xlorid bizə verilib 10 mol, maksimum 10 mol imiş. Yəni, dissosiasiya etməmişdən qabaq 10 imiş. Biz tapmalıyıq onun nə qədəri dissosiasiya edəcək. Baxın, maqnezium xlorid 1 mol olanda 2 xlor iyonu yaranırsa, 16 xlorun yaranması üçün bu 8 mol dissosiasiya eləməlidir. Demək, 8 dissosiasiya edəndir, 10-dakı qrafikdə verilən ümumidir. Vurduq 100%-ə, olacaq 80% dissosiasiya dərəcəsi. 28-ci misala baxaq. 28-ci misala oxşar bir neçə misal olacaq. Onlar qalar sizə. Yazıb ki, məhlulda bir dissosiasiya etməmiş H2X, demək, dissosiasiya etməmiş 1 mol H2X-imiz var və 6 mol H müsbət iyonu var. Bir məhlulda bu var, bir də bu 6 mol H müsbət iyonu var. Deyir, elektrolit məhlulunun dissosiasiya dərəcəsini tapın. Nə edirik? Bu H2X dissosiasiya etməyəndə 1 moldur. Və əlavə olaraq burada 6 dənə də H müsbət var. Fikir verirsinizsə 6 H müsbət 3 mol H2X-dan S yazdım başlayın. H2X-dan əmələ gələr. Çünki 6H müsbət bu da 3-2-nin 6 eləyir. Deməli, məhlulda 6 mol H müsbət iyonun yaranması üçün 3 mol H2X dissosiasiya eləməlidir. Yəni, dissosiasiya edənlər 3 moldur. Ümumilər isə 1 mol dissosiasiya etməyib 3 molda edir. Demək, ümumi 4 imiş. Dissosiasiya bərabərdir. Kiçik n bölünsün, böyük n vurulsun 100-dürsə, 3 bölünsün 4 vurulsun 100, bu da eləyəcək 75%. 29-cu misala da baxaq.
Yazıb ki, 3-cü məhulda hansı iyonların qatılığı bərabər olar? Nömrə 29. Birinci məhulda 100 milli, yəni V bərabər 0,1 litr, bir dəfə çevirdim litrə. C də bərabər 0,2. Maqnezium xlor üçün nüsünü tapsam, 0,1, 0,2 vuranda olacaq 0,2 mol maqnezium xlor 2. İkinci qabda V 200 milli, yəni 0,2 litrdir. C isə 0,2 m-dir, molyardır. Bunun nüsünü tapsam, natrium 2SO4-ün 0,2 vuranda 0,4 olacaq natrium 2SO4. Qarışdıranda məhlul olub 300 milli. Həcm dəyişmir, 300 milli qalıb son məhlulumuz. Hansı iyonların qatılığı bərabər olacaq? Hansı iyonların molu bərabərdirsə, qatılıqları da bərabər olacaq. Çünki həcmimiz 300 millidir hər bütün iyonlar üçün. Fikir verin, burada maqnezium 0,2-dir. Demək, 0,2 yazıram üzərindən. Maqnezium var. Xlor isə %2-2 vuranda eləyir 0,4 xlor. Aşağıda natrium %4'ü 2'ye vuranda 0,8 eləyəcək. Amma SO4 iyonu 1 moldur. Vuranda 0,4'ə elə 0,4 SO4 iyonu qalacaq. Deməli, burada xlorla SO4 iyonların sayları eyni oldu. Deməli, molyar qatılıqları da eyni olacaq. A variantı olacaq cavab. 30-cu misaldan yenə bir neçə dənə var. Birini izah edeyim, qalanlar sizə qalsın. Nömrə 30. Maddələr verilib. Kalsiyum NO3 2, alüminium NO3 3, bir də natrium NO3. Şərtdə deyir ki, NO3 iyonların qatılığı bərabərdir. Həcmlər də bərabərdir. NO3 iyonların qatılığını bərabərləşdirməkdən ötəri NO3 burada 2-dir, burada 3-dür, burada isə 1 moldur. Həcmlər də eyni. Mollar qatılıqda C bərabər nü bölünsün V-dir. V sabitdirsə, C sabitdir, demə nü də sabit olmalıdır. Nü sabit eləmək üçün 2, 3, 1-i ortaq məxrəc 6 gətiririk. Bunu vururuq 3-ə. 3, 2-nin 6, bax 3-ü bu 2-yə vurduq 6. Bura bir 2 yazırıq, 2, 3-ün 6. Buna da bir 6 yazırıq. 6, 1-in 6. Katyonların qatılığını ifadə edin, müqayisə edin. Katyon burada kalsiyumdur. 3 moldur. Alüminium 2 moldur, natrium da 6 moldur. Həcmlər də bərabər olduğuna görə molu çox olanın qatılığı da çox olacaq. Deməli, Z böyük olacaq X-dan, bu da böyük olacaq Y-dən. Belə suallar qalsın, artıq qalanları sizə. Bax, bu sualların hamısı da ondandır. Burada maraqlı bir dənə sualımız var. 32-ci misal. İstəyirəm onu sizə saxlayayım. Özünüz baxarsınız o misala. Görüm necə öhdəsindən gələcəksiniz, gələcək. Gəlməsəniz yazarsınız, mən onu bir də izah edərəm sizin üçün. Maraqlı sual olduğuna görə sizə saxladım. Başqa buradan hansına baxaq? Görək. Çətinlik çəkə biləcəyiz hansı sual ola bilər. Məsələn, nömrə 39. Dissosiasiya dərəcəsi 40% dirsə, neçə mol X2SO4 həll edilmişdir? X2SO4'ü suda həll eləyəndə əmələ gələcək 2X müsbət, bir də SO4 2 mənfi. Qrafikdə görsənir ki, X müsbət iyonların sayı 0,4-dür. Dərəcədə 40%-dir. Deməli, tənasüb qurmalıyıq da, qısa olsun. 40% ilə 0,4X müsbət iyonu yaranıbsa, 100%-dən tutaq A yaransın. A da bərabər eləyəcək 14 mol eləyəcək. Yoxsa, yox, bir dəqiqə. 0-dan 0 getdi, 1. Demək, 1 mol X iyonu yaranacaq. X iyonu burada 2 mol, görürsünüz. 2 molun yaranması üçün 1 mol duz dissosiasiya eləyibsə, biz tapdıq 1 mol X yaranmalıdır. 1 molun yaranması üçün də deməli 0,5 X2SO4 dissosiasiya eləməlidir. Yəni, asanlaşdırıram. 0,5 X2SO4 yazsam, burada 1 mol X əmələ gələcək. Ona görə cavab da olacaq 0,5 mol. 40 da qalsın sizə. 41-ə oxşar misal yazdım. Sizə qalsın.
42 ilə bağlı misallar xeyli yazıb. Yaxşı, yazaq 42-nə. Orada kütlə falan var deyəsən. Yəni ona yazaq. Nömrə 42. 29,8 X xlor duzu suda tamamilə dissosiasiya etdikdə əmələ gələn iyonların mol miqdarı 0,8 olub. X xlor dissosiasiya eləsə, X müsbət əmələ gələr, xlor mənfi əmələ gələr. Bunun bütün kütləsi qramı verilib 29,8 qram. Əmələ gələn iyonların mol sayı verilib 0,8 mol. Burada isə əmələ gələn iyonlar görürsünüz 2 moldur. Əmsalları cəmi 2 elədi. Bizə deyir ki, duzun nisbi molekul kütləsini tapan, yəni emerini. Tənasib qurduq. Da burada emer tapmaq tənasibdir. Sizinkiniz olsun, qalsın sizə. Bunlarla işimiz yoxdur. Bunları yazdıq. 47-yə baxaq. Dissosiasiya dərəcəsi 80% olan XnYO4M maddəsinin 2,5 mol dissosiasiyasına bu qədər iyon əmələ gəlmişdir. Deməli, dissosiasiya 80%-dir, 2,5 molda maddə verilib. Yəni, 2,5 molun 80% dissosiasiya eləyəcək, onu tapırıq. Ki, görə neçə mol dissosiasiya eləyir? Bu eləyəcək 2 mol. Deməli, maddəmiz 2 mol eləymiş, dissosiasiya eləyən hissəsi. İndi 2 molunun dissosiasiyasına nə qədər iyon əmələ gəlib? 4,806 10 üstü 24. Bunu 600 2-yə böləndə 8 mol eləyir. 8 mol iyon yaranacaq. 1 molun dissosiasiyasından isə indekslərin cəmi n üstə gəl m yaranacaq. Bizə də n-lə m-in cəmini soruşur. n üstə gəlinsin m eləyəcək 4. 8 bölü 2 4-ə bərabər olacaq. 48, 49, 50, 51, 52, 53 bunlardan hansını yazaq görəsən. Məsələn, 48 qrafik olmasına baxmayın, mürəkkəb misal deyil, yaza bilərsiniz özünüz. 49-a baxaq görə 49-da nə verilib? $250 ml mis 2 nitrat məhlulunda. Bu V deməkdir. Yəni 0,125 litr. Litrə çevirdim, yazdım. Mis 2 müsbət iyonlarını tam çökdürmək üçün mis 2 nitrat məhlulu verilmişdir. Yəni kuprium NO3-2. Burada mis iyonlarını çökdürmək üçün 1 mol natrium hidroksid sərf ediblər. Üzərinə gəldi natrium hidroksid. Əmələ gələcək kuprium OH2-in çöküntüsü və üstdən yazıram, yer çatmadı. Və natrium NO3. Bura bir 2 qoysam tənlik düzəldi. Burada 2 yazdım. 1 mol natrium hidroksid sərf olub. Özü isə reaksiya girən miqdarı 2 moldur. 2 mola 1 mol mis 2 nitrat sərf olursa, 1-ə də sərf olacaq 0,5. İşte 1-2-yə böldü. Deməli, mis 2 nitratın nüsü də 0,5 imiş. Mis iyonlarının molyar qatılığını tapın. Bu mis iyonlarının molyar qatılığını axtarırıqsa, fikir verirsinizsə, bax, burada mis iyonları 1 moldur. Elə biz bu maddənin molyar qatılığını tapsaq, elə misin molyar qatılığını tapmış olarıq. Burada V var, nü varsa S qalıb tapmaq. S bərabər nü bölünsün V edirsə, nü elə 0,5, V də 0,25 bərabər olacaq 2-yə. Cavab olacaq 2. 50, 51. Yəni 51-ə baxaq, 50 qalsın sizə. 51 biraz mürəkkəb kimi görsənir. Qarışığın tərkibi natrium 2SO4-dən natrium hidroksid verilib. Natrium 2SO4 və natrium hidroksid. Qarşıdakı maddələrin kütlələri. Biri A qramdır, biri B qramdır. A qram bu olsun, natrium hidroksid də verilib B qram. Natrium 2SO4-ün emeri verilib orada 142. Natrium hidroksidin emeri verilib 40. Qarışığın tam SO-da doymuş məhlundakı iyonların sayı. Bu dissosiasiya eləsə əmələ gələcək 2 natrium müsbət və SO4 2 mənfi. Natrium OH dissosiasiya eləsə olacaq natrium müsbət OH mənfi. 2,5 N, bir də SO4 də N. Yəni SO4 natriumların sayı SO4-ün sayından 2,5 dəfə çoxdur.
Necə yazaq? Demək, 142-dən 2 natrium əmələ gəlib, 40-dan da 1 natrium əmələ gəlib. B-dən neçə natrium yaranacaq? B bölünsün 40. B bölünsün 40. Burada nə qədər natrium yaranacaq? 2A bölü 142. Yəni A bölünsün 71. SO4-lər bəs necə olacaq? 142-dən 1 mol SO4 yarananda A-dan da yaranacaq A bölünsün 142. Natriumun SO4-dən bir şey yoxdur. Qanuni tez yoxdur. OH tez yoxdur. A-nın B-yə nisbətini tapacaq. Və natrium iyonları da SO4 iyonlarından 2,5 dəfə çox imiş. Natrium iyonları A plus 71 burada tapmışam. A plus B bölünsün 40-da burada tapmışam. A bölünsün 71, bir də B bölünsün 40. Bu oldu natrium iyonlarının sayı. SO4 iyonlarının sayı da A bölünsün 142-dir. Yəni, bunları toplayacağıq, böləcəyik. A bölünsün 142-yə bərabər cavab 3 eləməlidir. Bu tənliyi həll eləyib A-B arasında münasibəti tapacaqsınız. Çox mənə vaxt aparmaq üçün burada saxladım. Ortaq məxrəc tapacaqsınız, sonrası da sizin işinizdir. 52-yə baxaq. Nömrə 52. XM, YO4, M duzu verilib. XM, YO4, N. Bu duz dissosiasiya eləsək, görürük ki, M mol X, N müsbət yaranar. N mol YO4, M mənfi yaranar. Duzun hamısı verilib 9,4 qram. Aşağıda emirin nə qədər olduğunu bilmirəm, yazdım elə emir. Dissosiasiyasından 0,5 X iyon əmələ gəlib. 0,1 Y iyon əmələ gəlib. Bizə deyir ki, maddənin molyar kütləsi, yəni nisbi molekul kütləsini tapın həm də. Burada X dəyişən, Y dəyişən, M ilə N də dəyişəndir. Molyar kütlə isə maddənin 1 molunun kütləsidir. Maddənin 1 molunda maddələrin, daha doğrusu elementlərin indeksləri tam rəqəmlər olduğuna görə biz də nə etməliyik? 0,5-dən 0,1-i ən kiçik tam rəqəmə gətirməliyik. Bunun üçün hər ikisini 20-yə vururıq. 20-yə vursam bu olacaq 1, bunu olacaq 2. Deməli, 20-yə vurduq, X 1 mol, YO4 2 mol. Tam qiymətlər alındı, ən kiçik tam qiymətlər. İyonları 20-yə vurmuşuqsa, kütləni də 20-yə vurub emir tapırıq. Emir də bərabər 9,4 vurulsun 20 olacaq 188 cavab. Belə 53-də saxladım sizə. Belə, yenə oxşar misalları yazdım. Bir neçə dənə, əslində 2 dənə misal da uyğun, yox, bu düz demədim, bağışlayın. Yəni bu 80, 53, bir də maraqlı 2 dənə sualı var. Bunları sizə saxlamışam. Bir də bu 33-dür deyəsən. Bunların izahlarını, əgər yaza bilməsəniz, izahlarını növbəti dərslərdə izah edəcəm. Bugünlük bu qədər. Sağlıq olsun, növbəti dərsimizdə duzların hidrolizi, elektroliz, bir də iyon mübadilə reaksiyalarına aid qayda və misallara baxacağıq.